Məcidlər, axşamınız xeyir. Necəsiniz? Yaxşılıqdır. Buradayıq. Bəli. Səs gəlmədi. Bəli. Kamal, buradayıq deməli. Xalq niyə gecikir? Onlar gələnə kimin? Biz həmən suallarımızla başlayaq. Beyaz taxtanı paylaş. Aha, tamam. Yaxşı. İndi getdik. Gənclər, deməli, belə bir sual tiplərindən davam edirik. Sizə mən buradan bir göstərim. Görsünüz mü bu kitabı? Bu kitabı biz zakaz verib gətirmişdik Türkiyədən və bunu ən qısa zamanda qurtarmalıyıq. Nə vaxta qədər qurtara bilərik? Görək, daha gözümüz çatsa, ən qısa zamanda bunları bitirməliyik. Tamam mı? İndi dəftərlə həmən başlayaq. Sual belə verilir. Əllərimizi ekrandan çəkirik, Nurlan. Deyir ki, X ilə Y tam ədədlərdir. Tam ədədlərdir. Yəni, daxildir Z-ə. Mənfi də ola bilər, müsbət də ola bilər. Hər şey baş verə bilər. X minus 6 bölünmüş X. Pardon, Y imiş. Bunu Y eləyək. Bu bərabərdir, deyir ki, X bölünmüş X plus 5. Bu bərabərlik verilib. Nə deyir bizə? Bu bərabərliyi ödəyən neçə X, Y cütü var? Neçə X, Y cütü var? Cavablarımızda nə var? 7, 8, 14, 15 və 16 görünür. Aha. Bu formada bir sual verilib. Sizə dəftərlərə yazmaq üçün və düşünmək üçün bir dəqiqə vaxt verək və düşünək. Mən ona nə yazıbsınız? X bölgülü Y cütü var. Hə, X, Y cütü var. Yəni X bu, Y bu, X bu, Y bu, X bu, Y bu. Başa düşdün? Bu cür neçə dənə X, Y cütü var. Nə cür tapa bilərik? İndi birazdan həllini verəcəm. Siz yenə həll etməyə qarşı bir düşünməyə çalışın. İstəyirsiniz, şəklər, bir baxaq ekrana. Mən bu tipli suallarda, bax, buradakı incəlik nədir? Çalışıblar ki, belə bu formada mürəkkəb yazsınlar. Amma biz hər ehtimala bunu bu şəkildə çarpaz vuraq. Çarpaz vuranda nə olur? X-i vurdum Y-ə. Bax, bunu beləcə vurdum. Sonra aşağıda nə var idi? X minus 6-nı da vururam X plus 5-ə. Yaxşı. Bu şəkildə yazdım. Sonra istərsəniz bunu vurub açaq. X-i X-ə vurdum. X-in kvadratı. X-i 5-ə vurdum. Oldu 5X. Sonra mənfi 6-nı X-ə vurdum. Çıxaq 6X. Mənfi 6-nı 5-ə vurdum. Çıxaq 30 oldu. Bura qədər yaxşı. Sonra buradan yenə X, Y bərabər oldu. X-in kvadratı qaldı. 5X-dən 6X-i çıxanda nə olur? Mənfi X, düzdür? Çıxaq 30 qaldı. Bu tipli suallarda birinci nə edəcəyik? Hər hansı birini tək saxlamağa çalışacağıq. Normalda mən X-i burada tək saxlaya bilirəmmi? Tək saxlaya bilmirəm. Niyə?
Çünki burada 2 görürəm, mən x-i tez saxlaya bilmirəm. Amma nağdı görürəm ki, y-i tez saxlaya bilərəm. Nə edirəm y-i tez saxlamaq üçün? Bu x-i bunun məxrəcinə gətirə bilərəm. Düzdür? X-in kvadratı çıxaq x, çıxaq 30 bölünmüş x-ə. Eləyə bilərəm, yoxsa yox? Elə bilərsən. Eləyə bilərəm. Müəllim olur. Sonra, indi bax bu y tam ədəddir. Y, bax yuxarı baxın, tam ədəddir. Demək ki, sağ tərəfdə tam ədəd olmalıdır da, düzdür? Bu da tam olmalıdır. Bunun bu tərəfini biz keçən dəfə eləmişik. Yəni, bura qədər idi əsas problem. Mən buna ayrı-ayrı belə bir məxrəc verə bilərəmmi? X-in kvadratı x, çıxaq x bölünmüş x, çıxaq 30 bölünmüş x. Bu şəkildə belə, çıxaq belə, çıxaq belə. Yaza bilərəm, yoxsa yox? Müəllim. Yaza bilərəm. Burada x-in kvadratı nə deməkdir? X vuraq x deməkdir da. Düzdür? Bununla bu getdi. Qaldı sadəcə x. Çıxaq. Bununla da bu getdi. Qaldı 1. Çıxaq. 30 bölünmüş x qaldı. Bunu bir daha aşağıdan yazıram. Y bərabər oldu nəyə? X çıxaq 1 çıxaq 30 bölünmüş x-ə. Buradan o tərəfi çox sadədir. Nə deyirik buradan o tərəfdə şagirdlər? Deyirik ki, y tamdırsa, o zaman x da tamdır. Onsuz da şərtdə deyib da x tamdır. 1 tamdır, problem yoxdur. O zaman bu kəsr də olmamalıdır. Kəsrin olmaması üçün kəsirimizin sürəti 30-dursa, məxrəcində dayanan bu x-lər nə ola bilər? 1 olsa 31-ə tam bölünür, mənfi 1 olsa yenə tam bölünür. 2 olsa 32-yə tam bölünür, mənfi 2 olsa yenə də tam bölünür. Düzdür, yoxsa yox? Sonra 5 olsa tam bölünür, mənfi 5 olsa tam bölünür. Düzdür? Sonra 6 olsa 36-ya tam bölünür, mənfi 6 olsa yenə də tam bölünür. Sonra nə ola bilər? 10 ola bilər, düzdür? 10 olsa, mənfi 10 olsa, hər iki halda tam bölünəcək. 15 olsa, bir də mənfi 15 olsa, 30 15-ə bölünür. Bəs 30 olsa, 30 30-a bölünür, bölünür. Mənfi 30 olsa, yenə bölünür. Baxın görüm hələ neçə dənə x ola bilər? Bax, x 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Düzdür? Hə? 14 dənə. Başqa nə ola bilər? 14 dənə x, hə? Bəli. Bəli, sualların cavabında nə vardı? 14 var. 16 da var. İndi baxın şagirdlər. Normalda yazacağım x 1 olsa, bax belə yazıram 1. Burada 1-i yerinə yazıram. Nəsə buradan çıxır da, düzdür? O da olur y. Sonra 2 yazıram. X 2 olanda, bax bizdə nə deyir? X, y. Yəni birinci x-i yaz deyir. 2-ni burada yerinə yazıram və s. Burada da yazıram, çıxıram. Burada nəsə alıram, onu da bura yazıram. Sonra 5 olsa 5-i yazıram. Düzdür? 5-ləri burada yerinə yazıram. Hesablayıram, y-i bura yazıram. Burada incəlik nədir? Şagirdlər, əgər desəydi ki, bu naturaldır. Bax, natural ədəd olsaydı desəydim, mən nəyə diqqət eləyəcəkdim? Nağdı bu mənfilər olmayacaqdı. Bunları siləcəkdim. Mənfi natural deyil. Sonra yerinə qoyacaqdım. Niyə yerinə qoyuram? Tutaq ki, 6-dır. Mən 6-nı yazdım. Y bərabərdir. 6 çıxaq 1 çıxaq 30 bölünmüş nəyə? 6-ya. 36-ya böləndə neçə eləyəcəkdi? 5. 6-dan 1-i çıxıram. 5. 5-dən də 5-ə çıxdım. 0. Düzdür? Sizcə 0 natural ədəddirmi? Yox. Hal eləməmişdən. Burada mənfi çıxsaydı, onu da götürməyəcəkdim. Yəni, natural olanda diqqət eləyəcək. 1, 1. Bunların hamısını gətirib orada yerinə yazacağıq. Tutduqmu? Burada bizim unutduğumuz bir şey varmı? 1, 2, 3, 4, 5, 6. Hə, de. Müəllim, orada x vursun y bərabərdir x-in kvadratı. Ondan altında yazdıq ki, y bərabərdir bölünsün x. Oradakı x-i hardan aldı? Bir də deyə bilərsiniz. Hə, tamam. O zaman bunları bir buradan yox edirəm. Bir də onları deyim. Bu çarpaz vurmanı bildik da, hə? Çarpaz vuranda bir sıxıntı yoxdur, düzdür? Aha. Çarpaz vuranda şagirdlər,
nə baş vermişdim? Hə, Qaldı ki, yazıqdır. sol tərəfdə XY. Bax, XY-ə vurdum, oldu bu. Sonra bunu da belə vurdum. Bunu da belə vurdum. Və X-ə vurdum bu, X-i 5-ə vurdum bu, -6-ın X-ə vurdum bu, -6-ın 5-ə vurdum bu. Sonra nə baş verdi? X-in kvadratı çıxaq X, çıxaq 30 oldu. Sol tərəfdə də vardı X, Y. Bir dənə hədəfim var. Ya X-i tək saxlamalıyam, nəsə fikir bildirəm, ya da Y-i tək saxlamalıyam. Mən X-i tək saxlaya bilmirəm. Yəni, istəsəniz də burada X-i tək saxlaya bilməyəcəksiniz. Çünki digər tərəfdə də X olmalıdır. X-i olacaqdır, yəni. X-i tək saxlamaq nə deməkdir? Yəni, burada X tək qalsın. Sağ tərəfdə X olmasın. Amma mən nəqdə görürəm ki, Y-i buradan tək saxlaya bilirəm. Hər tərəfi eynədə də bölə bilirəm, yoxsa yox? Hə? Bəlməli. Hər tərəfi eynədə də böldüm. Eynədə də böləndə bu getdim. Qaldı nə? Y. Yəni Vəssalam. biz Buna bu deyəndə X, Y-dən tapdıq da. hə, bəli. Hər tərəfi X, yəni Y-i tək saxladım. Y-i tək saxlayanda, Şacid, bax görüm hələ, sağ tərəfdə Y var, yox. Y-i tək saxlamışam da. Y-i tək saxlamaq nə deməkdir? Yəni, digər tərəfdə Y olmasın və yoxdur. İndi mən burada fikir bildirə bilirəm da. Nə edirəm? Deyirəm, bununla bu ixtisar edəcəkdir, X olacaqdır. Bunu buna böldüm, 1. Çıxaq, 30-da böldüm X-ə. Düzdür? Buraya qədər gəldim. Mənim hədəfimdə nə var idi? Surətdə sabit olsun. Yəni, surətdə sabit olsun ki, mən məxrəc haqqında fikir bildirə biləm də, düzdür? Çünki natural ədəd sonsuz saydadır axı. Amma indi surətdə 30 olduğuna görə mən məxrəc haqqında fikir bildirə bilərəm. Deyirəm ki, 30-u 1-ə bölsəm tam ədəddir. 30-u -1-ə bölsəm tam ədəddir. 30-u 2-yə bölsəm tamdır. 30-u -2-yə bölsəm tamdır. Tutduqmu söhbəti? Nə demək istəyirəm? Aha. Yəni, bu dəyişənlərdən birini mütləq şəkildə tək saxlamağa çalışırıq və ya vuruqlarına da ayıra bilərdik. Görüm, indi vuruqlarına ayıranda bəlkə də problem də yaşaya bilərik. Vuruqlarına ayırmaq nə deməkdir? Məsələn, tutaq ki, x minus 1 opsiyasında olsaydı y plus 3. Bərabər olsaydı tutaq ki, 30-a. Güya ki, bu cürdür. Sən neyləyə biləcəkdin? Başlayacaqdın ki, bu 1, bu 30 ola bilər. Bu -1, bu da -30 ola bilər. Bu 30, bu 1 ola bilər. Bu -30, bu da -1 ola bilər. Ola bilər belə. Sonra bu 2, bu 15 ola bilər. Bu -2, bu -15 ola bilər. Və bu 15, bu 2 ola bilər. Bu -15, bu -2. Bütün bu variantları qoyacaqdıq. Amma narahat olma, bizdə 30 verməyəcəyinə görə burada daha bəsit bir ədəd verəcəkdir. Məsələn, 6 verəcəkdir və işimiz rahat olacaqdır. Nə demək istədiyimi tam başa düşdük, yoxsa yox? Bəlməli. Yaxşı. Bəlməli. İndi buna bənzər bir dənə daha yazmağa çalışaq. Nə deyir bizdə? Deyir ki, şəhidlər, baxın, buna bənzər sizə verəcəm. Yenə düşünmə müddəti verəcəm. Oradan səsi al. Şəhid, bax, 2x üstə gələk 5y bərabər olsun y çıxaq 1-ə. Deyir ki, bu bərabərliyi ödəyən neçə dənə x, y tam ədədlər cütü var. Tam ədədlər cütü var. Aha. Cavabları yazıram bura. 1 dənə, 3 dənə, 4 dənə, 6 dənə və 12 dənə cavabları verilibdir. Aha. Şimdi buna baxın. Mən burada nə edəm? Bir dənə ipucu verirəm. Səsiz gəlmir. Səsiz gəlmir. Yox idi ortaqda. Aha. Mən nə edeyim? Yaxşı. Şakir oradan mikrofonu söndür. Şakir, səsin bura qədər gəlir. Baxırıq. Birinci Y-i tək saxlamağa çalışın. Y-i tək saxlamağa çalışma nə deməkdir? Bunu bu tərəfə tullayın, bunu bu tərəfə tullayın. Amma illən ki, Y tək qalsın. Y tək qalanda, yəni sağ tərəfdə Y olmasın. O cür düşünün. Tək saxlan görmələ nə baş verəcəkdir? Nə deməliyim? Y tək saxla. Bildim. Söhbət ilə fıra ki, Y tək qalsın.
Yaxşı. Y tez saxlaya bildiniz. Gəlin belə bir Tamam, mükemmel. cümlə ilə gedək. Şaşdı, diqqətlə baxın ekrana. Mən nə edəcəm? Y olanları bir qırağa yığmalıyam da, düzdür? Nağdı bu? Mənfi biri tullayıram bu tərəfə. Olur 2x üstə gələk 1. Bu x, y onsuz da sağdaydı. 5y-i də onun sağ tərəfinə tulladım. Bunu başa düşdük. Neynədim? Bəli. Sadəcə y-lər bir qırağa yığışdı. İndi sizcə y-i tez saxlamaq üçün y bunda da var, bunda da var. Görürsünüz? Mötərizin qırağına çıxarsaydım, bu yoxdur, bu yoxdur. İçəridə kim qalacaqdı? Bu x qalacaqdı, Beş. bir də Bəli. bax 5 qalacaqdı. Bunda düz dediyim, Bəli. sol tərəfdə də 2x plus 1 var. İndi y-i tez saxlamaq üçün qabağında artıq şeylər var. Hər tərəfi nəyə bölərəm? Y tez qalsın. Hər tərəfi x minus 5-ə böldüm. Düzdür? Bəli. Hər tərəfi x minus 5-ə böldüm. Niyə böldüm? Bax, getdi. Y tək qaldı. Birinci y yazıram. Sağ tərəfdə nə qalıbdı? X minus 5, surətdə də 2x plus 1 qalıb. Yaxşı. Belə yazdım, amma bu mən işimə yarayırmı? Yaramır. Niyə? Çünki söhbət elə fırlamalıyam ki, burada sabit. Sabit nə deməkdir? Hər hansı bir ədəd. Burada da x mix nəsə qalsın, amma yuxarısı sabit olsun ki, fikir bildirə biləndə. Amma yuxarıda 2x var. Bu tipli suallardan maruf nə demişdik? Demişik ki, neynirdik? Məxrəci yazırdıq. Yazdım. Sonra gözlərimizi yumurduq. Düzdür? X minus 5-i olduğu kimi yuxarıya kopyaladım. Bunu mötərizə aldım. Mötərizənin qırağında neçə yazmalıyam? Burada neçə dənədir? 2x-dir. Demək ki, bura 2 yazmalıyam ki, 2-ni x-ə vuranda 2x çıxsın. Düz deyirəm burasını, yoxsa yox? Bəli. Aha. İndi sən burada 2-ni mənfi 5-ə də vuracaqsın. Axı neçə alacaqsan 2 mənfi 5-ə vuranda? 10 mənfi 10. Mənfi 10. Amma səndə neçədir? Mənfi 1-dir. 1-dir. Demək ki, nə əlavə eləsəm təzədən 1 olacaqdır? 11. 11. Niyə? Çünki bu 11-dir. Bu 10-u da çıxanda 1 qalacaq da. Çünki səndə müsbət 1 daxil. İndi mənə deyin görüm hələ. Bunu tam başa düşdük burasına. Diqqətlə baxın. Ben orada x45 yazacaq. 2 vursun x45. Hə. Ne oldu ki? Onu bir daha yazıram. Abranı silirəm. Bunu da sildim. Diqqətlə baxın. Şahidlər, mən elə bir şey yazmalıyam ki, burada məxrəcdə x-5 var, düzdür? Ben Yuxarıda da x-5 nəsə olsa, mən buna ayrı-ayrı məxrəc versəm, tutaq bu da bir ədəddir. Ayrı-ayrı məxrəc verəndə bu gedəcək. Bəli. Aha. Demək, yuxarıda söhbəti elə fırlayacam ki, burada x-5 görünsün. Amma yoxdur axı, 2x plus 1-dir. Neynirəm? Deyirəm ki, məxrəcdəki x-5-i yazıram. Diqqətlə baxın. x-5-i yazdım. Yazdım mı? Yazdım. Evet. Eynisini surətə də yazıram, sonra düşünürəm. x-5-i yazdım. Yazdım. Tamam. Amma səndə burada neçə dənə x var? 2. 2 dənə. 2 dənə. Demək ki, mən bunun burasına nə yazmalıyam ki, vurub açanda mötərizəni 2x çıxsın? 2. 2. 2-ni x-ə vuranda bu çıxır, çıxır. Amma Evet. 2-ni 5-ə vuranda mənfi 10 eləyir axı. Səndə isə 1-dir axı. Sən ifadənin qiymətini dəyişənməzsən axı. Demək ki, nə etməliyəm? 11 əlavə eləməliyəm ki, bu 11-dən 10-u çıxanda neçə qalacaqdı? 1 qalacaq da, səndə də 1-dir. İndi başa düşdük, yoxsa yox? Olmalı. Aha, indi ayrı-ayrı məxrəc verə bilərəm, yoxsa yox? Bəli. Yazıram belə, üstə gələk belə. Bura açıq-açıq yazıram. 2 vuraq x minus 5
bölünmüş x minus 5. Üstəgələk 11 bölünmüş x minus 5. Belə yaza bilərəm, yoxsa yox? Yaza Bəli. bilərəm. Düzdür, çünki toplayanda yenə eynisini verir da. Niyə belə yazıram? Çünki bax, getdi. İxtisar oldu. Yoxdur. Kim qaldı? 2 qaldı. Üstəgələk yuxarıda 11 var. Burada da x minus 5 var. Və y-i də bura yazıram. Sol tərəfdə də y var idi. İndi görürsünüz, yuxarıda kəsir yuxarısına sabit var. Sabitimiz kimdir? 11. Arzuma çatdım deyilmi? Hədəfə çatdım. Surətdə sabit var. İndi x də y də tamdır. Y-in tam olması 3-ün 2, onsuz da tamdır. Demək bu kəsir də tam ədəd olmalıdır. Tamla tamı toplayanda tam eləyər da. Tamın üstünə kəsirli bir şey gəlsəm, bu tam eləyərmi? Yox. İndi mənim bu kəsirim də yuxarıda 11-dirsə, aşağıda x minus 5-in yerində neçə olsa işimə yarayır? 1, mənfi 1, 11, bir də mənfi 11 olanda işimə yarayır. Düzdür? 11 nəyə bölünür? 1-ə, 11-ə. Mənfi 1-ə, mənfi 11-ə. Neçədən oldu? 1, 2, 3, 4. Yəni x-ə 4 dənə qiymət verəndə, bax, x minus 5, 1 ola bilər. Yazıram yuxarıya, x minus 5, 1 ola bilər. Buradan x neçə çıxır? 5 o tərəfə tulladım, 6. Düz dedim? Şaşlar, burada düz tapdım x-i. Maruf, başa düşdün burasını? Bəli. X oldu 6. İndi o tapdığım 6-nı bura yazdım 6. 6-nı burada yerinə yazacağım. Burada hesablayacağım. Y çıxacaq, oldu birinci həll. Sonra mənfi 1-i qoyacağım burada. X-i tapdım. Sonra yerinə qoydum, Y tapdım. Yəni 1, 2, 3, 4 dənə bizim bu cür X, Y həllər cütü çıxacaq. Demir, X, Y-i tap. Neçə dənə bu cür həllər cütü çıxacaq? Mən də baxıram ki, bu ola bilər, bu ola bilər, bu ola bilər, bu ola bilər. Yəni x 4 dənə qiymət ala bilirsə, demək ki, y-də 4 dənə qiymət alacaq da, 4 dənə x, y cütü olacaq. Anladıq? Şahişlər, neçə faizin başa düşdük? 99. Tamamdır. 99. Az qaldı. 100-ə çatacağıq. Görəm, indi buna aid nə ola bilər? Özümüzdən bir şeylər uydura bilərikmi? Tamam, özümüzdən uyduraq. Baxın, deyirəm burada y demirəm. Ya da m deyirəm. M bərabərdir. N'in kvadratı plus 3n plus 14 bölünmüş n. Bunu, bax, m ilə n tam ədəddir. Tam ədəddir. Neçə cür, bu cür m-in həllər cütü ola bilər? M-in həlləri ola bilər. Müəllim. 3 ilə nə ixtisarlayım? İndi şərtlər, sən nə edəcəksən? Deyəcəksən ki, m-i belə yaza bilərəm. Ayrı-ayrı məxrəc verirəm. N-in kvadrat bölək n. Üstəgələk 3m bölünmüş n. Üstəgələk 14 bölünmüş n. Buraya qədər tutduq söhbətim. Bəli. Yaxşı. Sonra nə edirəm? Burada 2 dənə də bununla bu gedir, sadəcə n qalır. N ilə n gedir, 3 qalır. Plus 14 qaldı yuxarıda, aşağıda kim vardı? N vardı. Mən bir də yazıram. M bərabər oldu nəyə? N üstəgələk 3, üstəgələk 14 bölünmüş n-ə. Bu cürdə saxladım. Bundan sonra mübarək başıma müraciət edirəm. Deyirəm ki, ey kafam, çalış kafam deyirəm. Bax, burada m tam ədəddir. Görürsən, bax, m tamdır. Bu tamdır. 3 də tamdır. M-in tam olması üçün bu da tam olmalıdır axı. Surətdə 14-dürsə, məxrəcdə elə ədədlər durmalıdır ki, 14 ona tam bölünsün. 14 nəyə tam bölünür? Aşağıda 1 olsa olar. Aşağıda 2 olsa olar. Aşağıda neçə olsa? 7 olsa olar. Aşağıda 14 olsa olar. Bir də bunların mənfilər də olsa olar. Düzdür? Plus, minus 2, mənfi 2, 7, mənfi 7, 14, mənfi 14. Neçədən oldu? 1,
2, 3, 8 mənim. 4. 8. Hərəsinin də mənfiləri 8 dənə n çıxacaqsa, demək ki, 8 dənə də m yerinə qoyanda m çıxacaq da. Yəni 8 dənə bu cür həllər cütü var. 8 dənə. Tutduqmu bunu? Hə? Mənim 100% oldu. Yaxşı. Mən İndi nə verilsəydi biz problem yaşayardıq? Tam deməzdi, natural deyərdi, natural. Natural desəydi, dağda mənfiləri tullayacaqdın. Burası garantiya, bu 4 dənə getdi. olacaq. Tamam. Bunları da 4 dənə olacaq, orada diqqət edirik. Bax, bunları da gətirib bir zəhmət yerinə qoyacaqdın. Niyə? Burada problem yoxdur. Amma Allah eləməmişdən burada çıxaq olsaydı, bax, çıxaq oldu tutaq ki. Səncə, mən burada nə verirəm? Tutaq ki, 1 verdim. Nə verək ki, problem yaşayaq? Hə, 7 verdim, problem yaşamayacaq. Nə versək? 2 versək də 2 verirəm. Yenə deyirəm 2. Bax, 2 ola bilərdi. 2. Verdim 2-ni. 2-nin 3-ü topladım 5. Çıxaq, 14-ü 2-yə bölürəm 7. 5-dən 7-nin çıxanda neçə eləyir? Mənfi 2 mənim. Mənfi 2. Sən M-ə aldın mənfi 2. Mənfi 2 natural ədədmi? Hey. Yox. Demək ki, bunu da götürməyəcəkdin. Yəni, natural deyəndə birbaşa ura, hücum, belə peçatın vurmuruq. Düşünürük, tamam, bunlar ola bilər. Əla. Mənfiləri sildim, müsbətlər qaldı. Müsbətləri də yerinə yazıb bir-bir yoxlamağa çalışıram. Anlaşdıq? Oy? Yaxşı. Bu, natural deyəndə biraz sıxıntı yaşayacaq. Qalan hamısı düzələn işlərdir. Yaxşı, görək, indi nə gəlir sizə? Belə bir sual yazıram indi sizə. Bunu siz eləyəcəksiniz, ümid edirəm ki, eləyəcəksiniz. Əvvəlcə tərif gəlir. Həm M kimi Aralarında- olsun da mən. Hə? Bayaq ki M kimi olsun. Yox, bu desən M2000 deyil, amma olsun, sən yenə də bunu yaparsan. Aralarında 2 fərq olan, aralarında nə olan? 2 fərq olan, sadə ədədlərə ekiz sadə ədədlər deyirlər. Ekiz sadələr deyilir. Onu belə qoyublar, tamam mı? Ekiz imiş bunlar. Deyir ki, 50-dən dınqılı. 50-dən dınqılı sadələrdən neçəsi, yəni neçə dənə ekiz sadə var. Ekiz sadə var. Düzgün cavabları yazırıq. 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə. İndi bir dənə nümunə mən verim. Baxın, sadə ədəd aralar, hər ikisi sadə olacaqdır. Aralarındakı fərq nə qədər olacaqdır? 2. Məsələn, tutaq ki, 41, bundan balaca 39. 2 fərq var? Var. Amma 39 sadə deyil. 41-dən sonra kim vardı? 2 fərq olan 43. Hər ikisi sadədir. 41 ilə 43. Hər ikisi sadədir. Yes or no? Aha, hər ikisi sadədir. Aralarındakı fərq 2-dir. 2-dir. Bəli. O zaman deyəcəm ki, 41 ilə 43 ekizdir. Ekiz sadədir. İndi deyir ki, 50-dən balaca neçə dənə bu cür ekiz sadə var? Düşünmə müddətimiz 1 dəqiqə. Mən deyə bilərəm mənim. Tələsmə, qoyub xalq da düşünsün. Bəli, mən tapdım. Mən də tapmışam. Değil mi? Neçə dənədir? 7 də mənim. 7 də mənim.
Ədədlərin sadəcə bir cütlüyü o qədər sayılır, yoxsa fərqli-fərqli? Gəlin indi baxaq. Aralarındakı fərq 3 olmalıdır. Səhv eləyə gedək. 2, baxın, 2 ən balacadır, düzdür? Ən balaca sadədir. Bəli. Aralarındakı fərq 2 olduğuna görə 4-ə çıxacağım. Amma 4 sadə deyil. Bu, dırınq, getdim. Gəldim 3-ə. 3-dən 2 vahid tullandım 5-ə. 3 ilə 5. Hər ikisi sadədir. Bəli. Bəli. Fərqi 2-dir. O Bəli. zaman 3, 5. 5 ilə 7. Birincisini 5 götürsəm, sonrakini 7 götürsəm, aralarındakı fərq 2-dir. Bəli. Bəli. Hər ikisi də sadədir. Bəli. Sonra 7 ilə 9-u götürsəm, bu Xeyr, mən iki sadə 9 olur, Xeyr. olmur. Olmadı. Sonraki növbəti kimdir? 11, 13. 11, 11, 13. Hər ikisi sadədir və aralarındakı məsafə 2-dir. 13, 15 olmadı. 15, 17 olmadı. 17, 19. 19. 19. Hər ikisi sadədir və fərqi 2-dir. 19, 21 olmadı. 21, 29, 20, 31. 31. 23, 25 olmadı. 25, 27, 27 olmur. 29 29, dan kimdir? 31. 31. Hər ikisi sadədir. 29-dan 31, düzdür? Bəli. Sonra biraz əvvəl nə demişdim? 41 ilə 43 demişdim, düzdür? Bəli. Bu da sadədir. Başqa nəyə yazmışsınız ki? 6 dənə Mənim olmalıdır. Başqa 41, nəyə yazmışsınız? 43. Bir də 47, 49. 49 dedik, sadədir. 7-yə bölünür axı. 7-yə bölünür. Bəli. Hayda. Hayda. 16 daldı da. 4, 5, Yedi 6 dəfəsi. dənə. 6 dənə bu cür ekizlər var. 7-ni kim demişdi görəsən? 2-3 nəfər Mən 7 ya- dedi. Mən 49'u hesab etmişim ona göre hesab. Hayda. Başa düşdük. Bəli. Demək ki, Bəli. 1 bal oradan itirdin. Bax, qızıl medaldan düşdün gümüş medala. İndi bunu dəftərə yazmamışsınsa yazın. 3, 5, Yazın. 5, 7. 49 yazmışsansa altına yaz. Tövbə ya Rəbbim. Denə, tamam mı? Tövbə elə. Yaxşı. İndi davam eləyirik. Sual gəlir. Sual möhtəşəm bir sualdır deyəsən. Baxın. Birdən fərqli, yəni heç biri bir deyil da. Birdən fərqli. M plus 2 ilə N çıxaq 3 qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Və belə bir şərt verilib. M plus 2 vuraq N çıxaq 3 bərabərdir 24. Olarsa M plus N cəmi neçədir deyə sual verilib. Cavabları da yazaq. 10, 12, 14, 16, 18. Düşünmə müddəti verirəm 50 saniyə. Əvvəlcə bunu deyim. Qarşılıqlı sadə nədir? Qarşılıqlı sadə odur ki, 2 Ortaq bölümləri ədədi, yoxdur. məsələn 8-dən 9. Normalda 8 sadə deyil, 9 da sadə deyil. Amma 8-dən 9 birlikdə qarşılıqlı sadədir. Anladıq? Ortaq bölümləri yalnızca birdir. Aferin. Tutduq da söhbəti. Qarşılıqlı sadə. Heç biri sadə olmaya bilər, nağdı sadə deyil. Amma ikisi qabaq-qabağa qarşılıqlı sadədir. Yəni ortaq heç nələri yoxdur. Bir də ki, Mərdumazar kimin hər tərəfdə var da, biri də boş ver. Aha, düşünək. Mənim sadə dərsəsizlikdə M-lə-N. Oy? M-lə-N sadə dərsəsizlikdə sadə ədlər. Yox. Demir ağa, sənə sualda elə bir şey görürsən? Yox. Qarşılıqlı sadə. Sadəcə verilən bir şeydir. M plus 2 və N çıxaq 3. Sadəcə bu Bildim. ikisi qarşılıqlı sadədir və hər ikisində mən burada görürəm. Bir-birinə vurubdu, 24 alıbdı. Mən M-ə 0 qoysa olar. Yəni. Müəllim, mən cavabı tapdım. Yəni 0 qoysan qoy. Problem yoxdur. Mən tapdım. Neçə dənə? 14. 12. 14'ü kim dedim? Mən. Adın? Ulan. Hə. Nurlan.
12'ni kim dedim? Sadiq benim. Sadiq. Başka? 16 zat diyen var. 10. 16. Ben bir dakika bakmayın tabii. Nurlan. Bəli, 14 var. verməli. Bunu sildim sen. Xətrua. Oğlum ben 11 aldım. Ben de 11 onu de, yaptım. 11 de koydum sizin xətruza. Ama 14 zaten 11 səhvdir. yok. Silmişəm sen. Ne olabilir ha Nurlan? Səhv. Düşünək. Ben 11 taptım ben. Allah razı olsun. İndi gəlin baxaq. Normalda 24'ü, bax 24'ü. 2 ədədin hasili. Bax bu ortadakı vurma işarəsi nə deməkdir? Yəni 2 ayrı ədədin hasili. Nə cür yaza bilərəm? 2, 12 yaza bilərəm. Düzdür? Bəli. Sonra 12, 2 ola bilər. 1, 24 ola bilər. Bu 24, bu 1 deyirəm. 3'ə 8 ola bilər. Ya da 8'in 3 ola bilər. Düzdür, yoxsa yox? Bəli. Bir dənə də qaldı. Nə ola bilər? 6, 4, 6, 4, 4, 6. Fərqi yoxdur da, düzdür? İndi mənə deyin görüm hələ. 2 ilə 12 olsa, 2 ilə 12 qarşılıqlı sadədir. Bizə deyir ki, bundan Xeyr. bu getdi. O zaman bu da getdi. 1 zaten yoxdur. Çünki deyir ki, 1-dən fərqli. Bu getdi. 6 ilə 4 qarşılıqlı sadədir? Yox. 4 ilə 6 qarşılıqlı sadədir? Yox. Qaldıq bunların arasında. Düzdür? N plus 2, bax N plus 2 3 ola bilər. N minus 3 8 ola bilər. N çıxaq 3 neçə ola bilər? 8 ola bilər. Buradan M neçə çıxır? 1. N neçə çıxır? 11. 3 o tərəfə keçirəndə 8 toplayanda 11 eləyir? Eləyir. Bizdən M ilə N-in cəmi 1 ilə 11'i toplayanda bu elədi 12. Yaxşı. Ayda. Görün başqa nə olur? Bəli, Bu Muradan düz səkkiz- eləmişəm. Hesablamanı səhv Bax eləmişəm. bu 8, bu 3 olsun. Yazıram M plus 2. M plus 2 olsun 8. Buradan M neçə çıxır? 6. 6. Sonra N çıxaq 3'də olsun 3. N çıxaq 3'də olsun 3. Buradan N Altı. neçə çıxır? O da 6 olur. 6. Yine ikisini 6'nın toplamda 6'ını 12 olur. toplayanda yenə də 12 eləyir. Vermem. Yenə də 12 elədi. Demək ki, cavabımız neçə olur? 13. Müəllim, emək 2 qoyub Hı. enə 9 qoysaq olar. Hə, bir daha söyləm. Emək 2 qoyub enə 9 qoysaq. Emə 2 qoydum, enə 9 qoydum. 2'nin 2'ni topladım, neçə elədi? 4. 9'dan 3'ü çıxdım, 6. Bu ikisi qarşılıqlı sadədirmi səncə? Xeyr. Yox. Qoya bilərsən, amma şərtə uyğun olmur. Çünki burada aldığın qarşılıqlı sadə olmalıdır deyir. Ora qədər düz gəlmişəm. Bir dənə hesablamada səhv eləmişəm. Bildim mən. Arkadaşlar bunu başa düşdük. Bəli. Yaxşı. İndi bir dənə sual gəlir. Bunu da bir sual nədir? Qəşəng bir sualdır. Görün bunu eləyə bilən olarsa bir dənə kitab hədiyyə gələcək. Bax 2x çıxaq y ilə bunu həll eləmək üçün əvvəlcə mən bir dənə başlıq verəcəm. Gözləyin. 3z qarşılıqlı sadədir. Qarşılıqlı sadə. Aha. Sonra belə bir şərt verib. 4x çıxaq 5y çıxaq 9z bərabərdir 0 isə və ya olarsa 2x üstə gələk 3z zımbırtısı neçədir? Bunu tapırıq. Cavablar 3, 4, 5, 6 və 7.
Aha. İndi şərtlər, diqqətən baxın, sualı köçürün, sonra stop. Mən bir şeylər izah edirəm, sonra həllini sizə vaxt verəcəm. Bir daha təkrar edirəm. X bölünmüş Y bərabər olarsa 3 bölünmüş 5-ə. Siz birbaşa X-ə 3, Y-ə 5 deyə bilərsiniz, yoxsa yox? Deyə bilərim Hə? müəllim. Deyə bilmərəm müəllim. Deyə bilərik. Xeyr. Müəllim. Mən bunun surətin məxrəcini 2-yə vurdum. İxtiyarım var. Bəli. Surətin birisini də məxrəci yenə də vura bilərəm. Bəli. İndi aldım yuxarıda 6, aşağıda aldım 10. X bölü Y bərabərdir belə. İndi X 6 oldu. Y də 10 oldu. Nə oldu? Bəxlə X-ə 3 dedin, indi 6 oldu axı. Demək ki, deyənməzsən. Mən dedim xeyr müəllim. Bəli. Demək ki, deyəmərik. İndi sual belə verirəm. Bəs nə zaman deyə bilərik? Bir zaman deyə bilərik. Bunu dəftərinizə və beynimizə yazaq. Şagirdlər 3 ilə 5 ixtisar gedirmi? Burada ixtisar elə bilərəm 3 ilə 5-i. Xeyr Xeyr müəllim. müəllim. Bölünmür. İxtisar getmir. Niyə ixtisar getmir? Müəllim, Çünki çünki sadədədirlər. Qarşılıqlı sadədir. aferin, qarşılıqlı sadədir. If. If nə deməkdir if? Əgər. Əgər solda verilən X və Y-də qarşılıqlı sadə olarsa, şərtdə deyərsə, X, Y, yəni burada ixtisar getmir uje. Bu da ixtisar getmir, bu zaten getmir. O zaman birbaşa deyə bilərəm ki, X-in 3-dür, birbaşa deyə bilərəm ki, Y-in 5-dir. Anladıq nə demək istədim? Bir dənə daha misal verirəm. Diqqətlə baxaq. Sual belə verilir. Deyirəm ki, bu sualın yuxarıdakından bir əlaqəsi yoxdur. Ha, elə belə özüm mursta verirəm. Deyirəm ki, 2x plus nə olsun? 7 ilə 3y minus 6 qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Sonra belə bir şey verirəm. Deyirəm ki, 2x plus 7 bölünmüş 3y çıxaq 6. Bu olsun, tutaq ki, 14-də 4. X ilə Y-in hasilini soruşuram. Bu necədir? Sən də oturmuşsan imtihanda. Bax, diqqətən baxırıq. 4 ilə 14 ixtisar gedir, yoxsa yox? Bəli müəllim. Bəli Gedir. müəllim. O zaman bir zəhmət ixtisar eləyirəm. 7-2. 7-2. Ay sağ ol. Bunu sildim. 2 ilə 7 ixtisar gedir. 2 ilə 7 ixtisar Xeyr, gedir. xeyr. Qarşılıqlı Yox. sadədir. Niyə? Qarşılıqlı sadədir. İndi gəlirəm sol tərəfə baxıram. Bununla bunun görsən bu yuxarıda. Bunu da aşağıda görsən. Bu ikisi də qarşılıqlı sadədir. Yəni bu da ixtisar getmir, bu da ixtisar getmir. Birbaşa nə deyirəm? Bu 2-dir. Bu neçədir? 7-dir. 7. Yazıram 2x plus 7 2 olmalıdır. Aşağıdakı 3y çıxaq 6 da bu da neçə olmalıdır? 7 olmalıdır. Bunu başa düşdük yoxsa yox? Bəli. Bəli müəllim. Bəli müəllim. Tamam. Deməli, sağ tərəf qarşılıqlı sadə, yəni ixtisar getmir. Əgər if sualın şərtində görsək ki və hiss eləsək ki, desələr ki, sol tərəfdə ixtisar getmir. Burada ixtisar getmir yazmayacaq ki. Yazaq ki, qarşılıqlı sadədir da, düzdür? O zaman deyəcək ki, surəti surətidir, məxrəcdən məxrəcidir. Bir daha təkrar edirəm. Əgər A bölünmüş B bərabərdirsə 7-də 5-ə, A 5-dir, B 7-dir deyə bilərik nə zaman? Bu tərəf ixtisar getmir. Bu tərəfdə ixtisar getmirsə, yəni desək ki, A ilə B də qarşılıqlı sadədirsə, o zaman deyəcəyəm ki, birbaşa A-ım 5-dir, B-im də 7-dir. Tutduq bunu. Bəli. İndi gəlirik surətə. Surət eləmək, suala.
Sualımızda verilen ifadəni 4x 5y verilib, amma mən bunu görürəm o bərabərliyin içində. Bunu görürəm şagirdlər. Görmürəm ki. Bunu burada görürsünüz? Yox. Bunu burada görürsünüz? Yox. Və bu yoxlara görə də bu tipli suallara deyirlər olimpiada sualları. Neyniyə ki, Allah xoş gelsin? Söhbəti nə tərəf fırlayaq ki, hər ikisini mən orada görüm. Aha. Eləyim, getdik. Şagirdlər, bu tipli suallar, bax bu tipli suallar bizi ilişdirə bilər. Mən burada, bax bu verilən var, burada söhbəti elə fırlamalıyam ki, həm buna oxşasın, həm də buna oxşasın. Yəni, hər ikisini burada görüm. Neynirəm? 4x çıxaq. Bu 5 var, bunu vəhşicəsinə parçalayıram. 2y çıxaq, 3y yazıram. Etiraz var? Xeyr. Xeyr. -2, -3, -5 eləyir? Eləyir. Çıxaq, 9 zətdə qaldı. Və salam, 99% getdi. İndi 4x çıxaq, 2y saxladım. Bununla bunu sağ tərəfə ura, hücum, tulladım bura. Bunu da düz dedim, yoxsa yox? Bəli. Düzdür? Ayso. Buradan mötərizənin qırağına kim çıxar? 4-dən 2-yə. Mötərizənin Mötərizənin qırağına qırağına kim x. çıxar? Mənim məncə x. X bunda var, bunda yoxdur axı bala. Hı. 4-dən 2 varsa kim çıxar mötərizənin qırağına? 2. 2 da. Elə deyil. Burada Bəli. nə oldu? 2x qaldı. Niyə? Çünki 2-ni 2x-ə vuranda bunu verəcəkdir. Çıxaq, bu çıxıbsa yerdə nə qaldı? Y qaldı. 2-ni də buna vuranda bu verəcəkdir da. Düz çıxartmadım ki, sizcə? Yox, mən düz. Düzdür. İndi baxın, bu ikisindən mötərizənin qırağına kim çıxar? 3 var, 9 var. Kim çıxmalıdır mötərizənin qırağına? Müəllim. 3. 3. İndi içəridə nə yazmalıyam ki, 3-ü ona vuranda 3y eləsin? Müəllim. Y. Üstə gələk. 3-ü nəyə vuranda 9z eləyəcəkdim? Müəllim. 3z. Düzdür? Bəli. 3-ü 3z vuranda 9z eləyəcək da. Çünki məndə də 9zdir. İndi diqqətlə baxın, görüm hələ. 2x minus y burada da görürəm. Y plus 3z burada görürəm yuxarıda. Bəli. Düzdür? Aha. Sonuncu addım. Sonuncu addım. 2 ilə 3 qarşılıqlı sadədir. Bəli. Bəli, müəllim. Dragon Bu kalem. ikisi də qarşılıqlı sadədir. Sualın şərtində verilib. Düzdür? Bax, Bəli. qarşılıqlı sadə. O zaman nə ola bilər? 2 vuraq 3, 3 vuraq 2-yə bərabər ola bilər. Alternativi də yoxdur. Başa düşürəm nə demək istəyirəm? Bəli. Demək ki, bu 3-dür. Bu neçədir? 2-dir. 2-dir. Tutduq söhbətim. Bəli. Yəni, bu tərəfdə 2-dirsə, bu 3 olmalıdır. Sol tərəfdə 3 var idi. Baxın, 3 var idi. Demək ki, mötərizənin içi də 2 olmalıdır. 2 vuraq 3, 3 vuraq 2. İndi mən nə yazıram? Yazıram 2x çıxaq y. Yəni, bu neçəyə bərabərdir? 3-ə. Y plus 3z. Onu da yazdım. Y plus 3z. Bu neçə idi? 2-yə. Düz dedim, yoxsa yox? Bəli. Bəli. 2 vuraq 3, 3 vuraq 2. İndi mən elə belə bunları tərəf-tərəfə toplayıram. Niyə toplayıram? Çünki eyni şey müsbət, eyni şey mənfi. Gedər? Gedər. Bəli, Burada müəllim. qaldı nə? 2x. Burada nə qaldı? 3z. Sağ tərəfdə də 3-ün 2-ni toplayanda 5 eləyir. 5. Bəli. Bəli, müəllim. Bizdən də baxın görüm hələ bunu soruşurdu. Bəli, müəllim. Yəni Bəli, 2x plus Bəli. 3z 5. Cavab neçə oldu?
5. 5 müəllim. 5. Başa düşdük. İndi Bəli, müəllim. şahidlər, bax, bunu silirəm. O hissəni bir daha bura kopyalamağa çalışacağım. Bu niyə 3 vuraq 2, 2 vuraq 3, onu bir daha deyirəm. O hissəsi isə bəlkə də biraz çaşdırır. Bax, 2 vuraq 2x minus y qalmışdı. Sağ tərəfdə də 3 vuraq y plus 3z qalmışdı. Belə qalmışdı. Bəli. Bəli. Bəli, Elə müəllim. bunu buradan sildim. Mən bunu bu birisinə oxşatsam daha qəşəng dəqiq biləcəm da. Sizcə, mən baxın belə bir cümlə yazıram. A vuraq B bərabərdir C vuraq D olsun. Mən A-nı C-yə bölsəm, A-nı C-yə bölsəm, bunların bərabər olması üçün məcburam ki, D-ni də B-yə böləm. Bəli, müəllim. Tutaq ki, yazdım. Tutaq ki, yazdım. Düzmü yazdım, səhv mi yazdım? Çarpaz vursam, buna oxşayacaq, oxşamayacaq. Mənim oxşayır. A-nı B-yə vurdum, AB olur. C-ni də D-yə vurdum, C-də olur da. Bəli. Demək ki, mən 2-ni 3-ə bölsəm, bunu da buna bölməliyəm. 2-ni 3-ə bölsəm, buradan bu tərəfə getdim. Oxun işarəsi belədir. İndi də burada da oxun işarəsi belə olmalıdır. Y üstə gələk 3z-i bölməliyəm nəyə? 2x çıxaq y-ə. Belə yaza bilərəmmi? Yaza bilərəm. Niyə? Baxın da çarpaz vuranda elə yuxarıdakı verəcək. Daha çarpaz vur görüm hələ. Yuxarıdakını oxşamır. Yuxarıdakını verəcək. O zaman neynirəm? Deyirəm ki, indi gələm sualın şərtinə. 2 ilə 3 qarşılıqlı sadədir, yoxsa yox? Bəli, Bəli, müəllim. Sadə. Sualın şərtində deyirmi ki, bu ikisi də qarşılıqlı sadədir? Bəli, Bəli, müəllim. Yəni, bu da ixtisar getmir, bu da ixtisar getmir. O zaman surəti surətidir, məxrəci də məxrəcidir. Yəni, y plus 3z 2 olmalıdır. 2x çıxaq y-də neçə olmalıdır? 3 olmalıdır. Dur. Başa düşdük? Bəli. Bəli, müəllim. Buraya qədər gəldik. Ləzzətdir. Xoşa gələndir. Amma burada 3 dənə dəyişən var. X var, Y var, Z var. Amma 2 dənə tənlik var. Siz oturub dua eləyin ki, bizdə X, Y, Z ayrı soruşmur. 2x üstə gələ 3z-i soruşurdu bizdən. 2x plus 3z. Məndən X, Y ayrı soruşsa, o zaman bədbaxt olduq. Amma dua eləyin ki, bunu soruşur. Yəni, ayrı tapma. Elə bunları topla və salam. Bundan bu gedir. 2x-in 3z-i görürəm burada. 2x-in 3z-i tapıram. 2 ilə 3-ü toplayıram, eləyirdi 5. Anladıq mı bunu? Bəli, müəllim. Bəli, müəllim. Ay, sağ. Hə, indi burada qarın ağrısı nədir? Qarın ağrısı odur ki, şəkillər. Mən görəsəm burada 4x çıxaq 5y çıxaq 9-u. Mən nə biləcəkdim ki, indi? Bax, 4x bizə necə vermişdi? 5y çıxaq 9z. Bu sıfırdırsa, məndə verilmişdi nə? 2x çıxaq y, bir də y plus 3z. Məndə verilən bir budur, bir də budur. Amma mən bundan heç birini burada görmürəm. Demək ki, burada söhbəti elə fırlamalıyam ki, bu ikisini də görüm yuxarıda. Onun üçün də mən neynədim? Ya 4y 5y belə yazacaqdım. 4y çıxaq y. Belə yazacaqdım. Bu 4 ilə 4-ümü ötərsən qırağına çıxacaqdım. Qalacaqdı x minus y. Amma mən də baxıram ki, 2x çıxaq y-dir. Siləcəkdim, başqa variant yoxlayacaqdım. Nə deyəcəkdim? 2y çıxaq 3y. Belə yazacaqdım mənfi ilə. Ha, indi bu 4-dən 2-yə 2 çıxacaqdı. Bu 3-lə də 9 vardı, 3 çıxacaqdı və hər ikisi görünəcəkdi. Tutduq söhbəti? Bəli, müəllim. Ay, sağ ol. Hə, indi deyəcəksiniz ki, müəllim, bəlkə mən bundan bunu götürəcəkdim. Tamam. 4x çıxaq 3y. Bundan bunu götürdün. Çıxaq, bundan da bunu götürdün. 2y ilə də 9z-i gördün. Ola bilər də. Problem nədir ki? Bundan bunu götürdüm. Çox ki, çaşdım. Bu ikisini tulladıq. Sağa 2y plus 9z. Bu da qaldı soldan. 4x çıxaq 3y.
Baxın görün də 4-dən 3-ə, mötərizənin qırağına nəsə çıxır? Yox. 2 ilə 9-a nəsə Qarşılıqlı. çıxır? Yox. Və salam, tövbə eləyəcəydiniz, təzədən qayıdacaqdınız da alıb, bundan gedəcəydiniz də. Oldu. Şagirdlər, anlamışko? Oy. Nice. Belə, qarşılıqlı sadə, baxın, bu tipli suallar çox-çox önəmlidir. İndi, görəm elə, aha, bir dənə sual gəlir, diqqətlə baxırsınız. Deyir ki, n natural olmaqla, n kim imiş? Natural imiş. 2-nin üstündə, 2-nin üstündə, 2-nin üstündə n üstə gələk 1. Bu şəkildə yazıla bilən şəklində Maruf, buradasan. Bəli, müəllim. Bunu yaz. Bax, bunu yaz. Bax, bunu yaz. Və ora bir dənə şey qoy, gələn dərsə. Denə ki, müəllim, bizə bunun sonuncu rəqəminin 7 olduğunu ispat edəcəksiniz. Bu gələn dərsə saxlayıram. Tamam? Birinci bundan başlayacaq. Maruf, mənə xatırladırsan. Yaxşı. Bu da olimpiada düşəcək. Bunu deyirsən. Bax, bunu deyirsən, bəli, bu düşmüş suallardır onsuz da. Baxın, bunun sonunun 7 olduğunu göstərəcəm. Çox sadədir. Narahat olmayın. Yəni, bu İndi dərs bizdə nə səhərlər deyirdi? yoxdur. Mən gələn dərs burada olmayacam. Hə? Gələn dərs burada olmayacam. Rekorda baxmağa çalışırsan da, hə? Yox, yəni ümumiliklə. Problem yoxdur. Amma Hə, olmaz. o sonuncu dərsdə yenə deyərəm. O birisi dərsdə yenə deyərik. Sıxıntı yoxdur. İndi sual belə verilir. 2-nin üstünə 2-nin üstdən plus 1 şəklində yazılan sadə ədədlərə Fermat sadə ədədi deyilir. Bizdə Fermadır, amma xarici kitablarda Fermat gedir. Oldu mu? Fermat sadə ədədləri deyilir. Sadə ədədləri deyilir. Bu tərifdir ucu. Deyilir nə deməkdir? Deyilir. Tərifdir. Yəni, elə sadə ədədlər varsa ki, bu şəkildədir. Yəni, yenə 1 ver, 2 ver, 3, 4, 5, 6, 7 və s. ver. Tamam mı? Yazıla bilən belə bir sadə aldınsa, sadə çıxarsa ki, çıxmaya bilər. Çıxsa adına qoyacağım ki, Fermat sadə ədədləridir. Yəni, sual belə verir. Aşağıdakılardan hansı Fermat sadə ədədidir? Fermat sadə ədədidir. Cavablar 7, 11, 13, 17 və 23. Ben diyebilirim. Yok bir değil. Tələsmə. Ben diyebilirim. Ne çaldısan? 17. 17. Gençler, nətə gedir? Yazabilirik.
Sadık yazdın. Maruf. Sema yazabilirik. Ama Bakın. Gəlin gedək. Bundan daha asan sual olmaz yəqin ki. Və buraya yazıram. 2'nin üstündə n üstəgələk 1. Mənim natural ədədim hardan başlayır? 1'dən başlayır da, düzdür? Hardan başlayacaq ki? 1 verəndə olur 2'nin üstündə 1 üstəgələk 1. Bu olur 2'nin üstündə 1 neçədir? 2'dir. ben Üstəgələk 1. 2'nin üstü 2 neçə eləyir? 4 üstəgələk 1. 4 ilə 1'i Beş. toplayanda neçə eləyir? 5. 5. 5 sadədirmi? Sadədir. Bəli müəllim. Niyə belə şübhəli yanaşırsınız ki? 5 sadə deyil ki. O Bəli, zaman sadə. 5'ə nə deyəcəyik? Fermat sadə ədədi deyilir. Bəli. Tamam. 5 sahaflarda yoxdur ki? Yoxdur. Yoxsa nə gözəl. Bu dəfə 2 verirəm. Birdən sonra kim gəlir? 2 gəlir da. 2'nin üstündə 2. Üstəgələk 1. 2'nin üstü 2 neçə eləyir? 4. 4. Bu 2'ni yazdım. 2'nin üstü 2 də 4. Üstəgələk 1. 8. 2'ni 4 dəfə öz-özünə vurdum. 16. 17 olmuş. Üstünə də 1 gəldim. 17. 17 olmuş. Sual verirəm öz-özümə. 17 sadədir. Sadədir. Bəli. Bu Bəli. şəkildə də yazıla bildiyinə görə adını nə qoyuram? Fermat. Fermat sadə ədədi deyirəm. Tutduq söhbətim. Bəli. Yaxşı. 2'dən sonra nə gəlir? Avtomatik olaraq bizim cavabımız nədir? 17. 17'dir. Demək ki, 1'dən sonra 2 gəldi. 1 verəndə çıxmadı, 2 verəndə çıxmadı. 23 zaten çıxmayacaq. Düzdür? Və sonra Hə. mənim. 17. İndi elə belə də gəlin yoxlayaq da 3 qoyuram. Müəllim, 3 qoyanda nə olur? 2'nin üstündə 3, üstəgələk neçə eləyər? 1. 2'nin üstü 3 neçə eləyir? 8. 2'nin üstündə 8, üstəgələk 1. 2'ni 8 dəfə öz-özünə vuranda neçə eləyir? 256. Üstünə də 1 gəlirəm. Neçə eləyir cavabımız? 257. Düzdür? 257 sadədir, düzdür? Yoxlayarsınız. 257 sadə ədəddir. Yoxlayarsınız. Neçəyə qədər bölərsiniz? 16. 16'ya qədər sadə ədədlərin heç birinə bölünməsə, demək ki, bu da sadə ədəd olacaq. İndi gəlirik bu Fermat. Fermat, şərhlər bir fransızdır. Həm hüquqçudur, həm də riyaziyyatçıdır. Haralıdır dedik? Fransız. Fransız. 1600-cü illərdə yaşayıbdır. Bir müddətdə Newtonla bir dövrdə yaşayıb. Və ən məşhur bir teoremi var. Adı da Fermatın son teoremi. Çox ləzzətli. Hələ bunun isbatı yeni verildi. Fermatın son teoremi. Belə teoremin isbatı da bir dəftər boyda bir şeydir. Fermatın son teoremi. Onu deyərik. Dedi ki, Fransız riyaziyyatçısı oldu mu? Fermatın son teoremi. İndi problem nədir burada? Problem odur ki, arkadaşlar, Pierre Fermat. Bir də Leonard Euler. Fermat bilirsiniz nə dedi arkadaşlar? Fermat dedi ki, 1665-ci ilə qədər yaşayıbdı. 1665-ə qədər yaşayıbdı. 1600-cü illərin əvvəldə anadan olub. Pierre Fermat bilirsiniz nə dedi? Dedi ki, N'in bütün qiymətlərində N'ə nə verirsən ver. N'ə nə verirsən ver. Bu hər zaman sadədədir. Kim dedi bunu? Pierre Fermat dedi. Tutduq şərhlər. Kim dedi bunu? Pierre Fermat. Pierre Pierre Fermat. Fermat dedi. Ay sağ ol.
Təxminən 70-80 il məsafədən sonra Leonard Euler anadan olur və deyir ki, n5 olanda n-ə 5 verəndə, yəni n-ə buradan 5 verəndə 2-ün üstü 5 neçə eləyəcəkdi? 2-in 5 dəfə öz-özünə vuranda. 32. 2 müəllim. 32. Üstəgələk 1 də var. 2-ün üstü 36. 32, üstəgələk 1. Bu Leonard Euler ispat elədi ki, göstərdi ki, bu 641-ə tam bölünür. 641-ə bu ədəd tam bölünürsə sadə ola bilərmi? Xeyr müəllim. Yox. Çünki sadə ədəd nə idi? 1 və özü idi. Amma 641-ə də bölündü. Yəni Leonard Euler Pierre Fermat'ı neynədi? Dedi ki, yox. İndi diqqətlə baxın, burada mən nəyi demək istəyirəm? Demək istədim odur ki, şərklər. Təxminən 70-80 il, 100 il yer kürəsindəki bütün riyaziyyatçılar Fermat'ın bu düsturunu, düstur deyil əslində, bu ifadəsini, bu təklifini doğru kimi qəbul elədi. Və heç kim bunun əksini iddia elə bilmədi. Yəni, yer kürəsindəki bütün riyaziyyatçılar bunu doğru kimi qəbul elədilər. Yəni, Fermat yer kürəsindəki bütün riyaziyyatçıları aldatmış oldu. İndi, məsələn, mərzi nədir? Demək ki, bir şey dediğim zaman onun ispatını verməliyik. Ona görə də riyaziyyata ispat üsullarını getiririk. İnduksiya ilə ispat. Bir sürü ispat üsulları var. Onlardan biri də induksiyanın ispat üsulu. Daha sonra, tamam mı? Heç belə özümüzü, qanımızı qaraltmayaq. Yəni, demək istədiyimiz odur ki, bir şey dediksə, onu mütləq şəkildə ispat etməliyik. Görəsən, Fermat nəyi demişdi və yaxud da ki, Leonard Euler görəsən bu 641-ə o dövrdə kalkulyator da yox idi. Daha düzdür, kalkulyator nə vaxt kəşf olundu? Bilirsiniz, kalkulyator. Yəni, kişinin balası oturub 2-ni 32 dəfə öz-özünə vurub. Təsəvvür edirsiniz? Ne qədər böyük bir iş görübdür. Hamısı bekarçılıq əlamətidir. Şagirdlər, yoxsa yox? Bir dənə asan sual eləyək, sonra stop. Bunu bu tipli sual eləmişdik, amma yenə də düşübdür deyə bu kitabda da var. X, Y, Z sadə ədədlərdir demiş. Sadə ədədlər və X bərabərdir 7-nin üstündə Y çıxaq Z olarsa X plus Y plus Z cəmi neçədir deyə sual eləmiş. 7, 10, 12, 17, 23. Düşünək. Burada Y çıxısını Z yazmışsınız yoxsa? Camal. Y çıxaq Z yazmışıq. Müəllim 12 tapdım. Müəllim, mən də 12 tapdım. Aha. Öyle. İndi yadınızda da bu tipli sual eləmişdik, Yoxsa yox? Müəllim. Sağ. İndi deyirik ki, Şaşda, diqqətən baxa, çox sadədir. Ümumiyyətlə, riyaziyyat çox sadədir də, sadəcə bəzi incəlikləri bildiksə, qalan hamısı fasdan pistan şeylərdir. Mən burada nə edirəm? Baxıram şərtə, X nədir? Kişinin balası deyir ki, X sadədir. Necə məsləhətdir? Sadə. Bu tərəfə baxıram ki, 7-nin üstündə nəsə var da, Allah eləməmişdən 7-nin üstündə 2 olsa, bu neçə eləyəcəkdim? 49. O da X eləyəcək. 49 sadə ədəd deyil ki, 7-nin üstündə 3 olsa, Allah bilir neçə eləyəcəkdir. Bu da X eləyəcəkdir. Bu sadə olacaqdı? Yox. Düzdür? 7-nin üstündə 4 olsa, 5 olsa, yəni 7-nin üstündə birdən başqa nəsə olsa, əsla sadə olmayacaq. Demək ki, 7-nin üstündə yeganə neçədir? 1 ola bilər. Yoxsa X sadə olmayacaq. Çünki X 7-nin üstündə 1 olacaq və bu da 7-dir və sadədir. Birdən başqa 2, 3, 4 olsa olmayacaq da sadə. Bir dənə ümidimiz qalır 1 olmağına. Demək ki, X-imiz neçədir nağdı? 7-dir. X-i tapdıq. 7.
İndi baxın y minus z də 1 olmalıdır. Y çıxaq z 1 olmalıdır. İndi mənə deyin görüm hələ. 3 ilə 2 İki müəllim. ədədin Üç ilə iki fərqi, var. iki ədədin fərqi 1-dirsə, 3 ilə 2 bu ola bilər. ikisi, bu ikisi ardıcıl gələn iki ədəddir. Bəli. Ardıcıl gələn iki ədədlərin fərqi 1 ola bilər də, elə deyil. Bəli. Ardıcıl gələn iki ədədlərdən də biri mütləq şəkildə cüt olacaq, yoxsa yox? Bəli. Birinci təkdirsə, sonraki cütdür. Birinci cütdürsə, sonraki təkdir. Yəni, biri cütdür. Ya bu cütdür, ya da bu cütdür. Amma şərtdə deyil ki, sadədir. Hə, cütdür. Amma sadə olacaq. Ürəyinizdən kim keçir? 2 müəllim. 2. Hə, 3 Demək 2 olacaq. Kim 2 olacaqdır? Bu 2 olacaq. Buna da kim qalır? 3 3. müəllim. 3 də sadədir. 2 də sadədir. Düzdür? Müəllim, Tamam. bunu niyə 2 demədik? 2-dən nəyə çıxan da 1 qalacaqdır? 1-i. Amma 1 sadə deyil axı. Ona görə də bunu götürmədik. 3 ilə 2. Və salam. Bu 7, 1, 3, 1 də 2. Toplan görüm hələ nə baş verir? 12 müəllim. 12. İndi mənə deyə bilərsiniz, müəllim, mən bunun hamısını full başa düşdüm. Mən bunların hamısını başa Tamam. Müəllim, mən də başa düşdüm. Başa düşdünmü? Full başa düşdük, deyilmi? Yaxşı. Yaxşı, görək kimlər var və kimlər nə işlə məşğuldur. 4, 5, 6. Yaxşı, hər kəs burada. O zaman şagirdlər biraz gedin istirahat eləyin. Maruf. Nurlan, anladıq hamısını? Tamam. Yaxşı. Kamal kişi. Görüntünü aç görək. Asıl. Sənin mübarək sifətini görək. O zaman gecəniz xeyrə qalsın. Görüşərik. Hələlik. Bay bay. Sağ olun müəllim. Hələlik.